İnnovasiyalar Mərkəzi Dövlət Özəl Tərəfdaşlığında Lider Qurum nominasiyasına layiq görülüb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi 2025-ci ilin nəticələrinə əsasən Azərbaycan Business Award milli mükafatı çərçivəsində Dövlət Özəl Tərəfdaşlığında Lider Qurum nominasiyasına layiq görülüb. Mükafat İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmova təqdim olunub. Asan Xidmətin İnnovasiyalar Mərkəzi olaraq dövlət xidmətlərində innovasiyaların tətbiqi, süni intellekt və startup ekosisteminin inkişafı, həmçinin insan kapitalının gücləndirilməsi və media sahələrində fəaliyyət göstəririk və bu nominasiya üzrə Dövlət Özəl Tərəfdaşlığında Lider Qurum nominasiyası üzrə seçilməyimiz həqiqətən bizim üçün daha önəmlidir. Azərbaycan Business Award milli mükafatı Azərbaycan Respublikasında dövlət və özəl sektor nümayəndələrinin biznes sahəsində əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi, işgüzar etikanın inkişaf etdirilməsi və milli biznes mühitinin müasir imicinin formalaşdırılması məqsədi ilə keçirilən nüfuzlu mükafat layihəsidir. 2025-ci il Azərbaycan üçün tarixi nəticələrlə yadda qalan bir il oldu. Həm iqtisadi, həm diplomatik, həm siyasi sahədə çoxlu uğurlarla yadda qalıb. Biz 20 nominasiya üzrə Azərbaycanın ən uğurlu şirkətlərini mükafatlandırırıq. Qeyd edək ki, İnnovasiyalar Mərkəzi 2013-cü ildən etibarən dövlət xidmətlərində innovasiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı, startup ekosisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və media sahələrində fəaliyyət göstərir. Mərkəz bütün fəaliyyət istiqamətlərində özəl sektorla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində maarifləndirmə, layihələr, tərəfdaşlıq təşəbbüsləri və innovasiya ekosisteminin inkişafına yönəlmiş proqramlar həyata keçirir. YouTube kanalımıza abunə olun.